Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət erməni ailəsinin güllə baran edilməsi ilə əlaqədar başlayan etirazlar gözlənildiyi kimi pik həddinə çatdı. Polislə dinc insanları qətlə yetirdiyinə görə Rus hərbçisinin Ermənistan hakimiyyətini təhvil verməsini tələb edən aksiya iştirakçıları arasında toqquşma yaşandı. Toqquşmalar tərəflər arasında 20-dən çox yaralının olması ilə yanaşı kütləvi həbslərlə yadda qaldı. Aksiya iştirakçılarının tələbləri yerinə yetirilmədiyindən etirazların davamının olacağı gözlənilir. Gümrüdə bir ailənin 6 üzvünü qətlə yetirən Rus hərbçinin hələ də Rusiya hərbi bazasında saxlanması ölkədə böyük etirazlara səbəb olub. Gümrüdə başlayıb paytaxt İrəvana keçən etiraz aksiyalarında 14'ü polis olmaqla azı 24 nəfər xəsarət alıb. Valeri Permyakovun Ermənistan hüquq mühafizə orqanlarına təhvil verilməsi tələbi ilə yürüş keçirən 60'a yaxın etirazçı isə həbs olunub. Ya Ermənistan məhkəməsi ya da buradan rədd olub gedin şüarlarının səsləndirildiyi etirazlara baxmayaraq Rusiya tərəfi Permyakovu Ermənistan hüquq mühafizə orqanlarına təhvil verməkdən imtina edir. Buna əsas kimi Rusiya Federasiyası qanunvericiliyində yer alan vətəndaşların başqa bir dövlətə təslim edilməməsi haqqında maddə göstərilir. Verdikləri açıqlamalarda insidentdə heç bir siyasi motiv yoxdur. Permyakov hərbi qulluqçu olduğundan onunla Rusiya Federasiyası hərbi polisi və prokurorluğu məşğul olmalıdır deyən Ermənistan rəsmiləri aksiyalardan sonra xalqı sakitləşdirmək üçün fikirlərində düzəlişlər ediblər. Avetiyanlar ailəsinin qətlində ittiham olunan Rusiyalı əskər şəhərdədir və həbsxanada saxlanılır. Bu sözləri Ermənistan parlamentinin deputatı Martun Qriqoryan deyib. Millət vəkili Gümrü sakinlərini aksiyaları dayandırmağa çağırıb. Ermənistanın baş prokuroru Gevorg Konstanyan da aksiyaçılara Rusiyalı həmkarı ilə əskərin Ermənistanda mühakimə olunmasına dair danışıqlar aparacağını deyib. Etirazçılar baş prokurorun çıxışına onu daş ateşlə tutmaqla cavab veriblər. Bu reaksiyalardan da artıq Ermənistan cəmiyyətində Rusiya hərbi bazalarına, hərbçilərinə qarşı agresiyanın hansı səviyyədə olduğu aşkar görünür. Rusiya mətbuatının 2013-cü ilin sonlarından etibarən Ermənistandakı hərbi bazalardan şikayətlərin daxil olmasına dair məlumatları Gümrü olayları ilə bir daha təsdiqləndi. Burada təsdiqini tapan daha bir məqam isə Ermənistanın xarici siyasətində olduğu kimi daxili işlərini də Rusiyaya həvalə etməsidir. Forpost ölkə bütöv bir ailəni qətlə yetirən Rus hərbçi Permyakovu mühakimə etməkdə acizdir.